Salam əziz abituriyentlər. Mən bu videoda sizlərə 2025 qəbul 13 iyul 2-ci cəhddə 9-cu məsələni izah edəcəm. Diploid xromosom sayı 80 olan dişi göyərçinin mitoz bölünməsi zamanı başlanğıc hüceyrəsi əgər 4-dürsə, anafazada X cinsi xromosomların sayını, autosom xromosomların sayını verib və B-A fərqini hesablamağımızı istəyir. İlk öncə bir hüceyrə üçün anafazada X cinsi xromosomlarının cəmini və autosom xromosomlarının cəmini tapıb, daha sonra isə 4-ə vuracağıq. Demək, 2n bərabərdir 80. Dişi göyərçin deyir və dişi göyərçində heterogametlik vardır. Yəni bunun autosomu biz hesablanmasını bilirdik. Ümumi xromosomdan çıxırdıq n-in önündə olan rəqəmi. O olurdu cinsi xromosomu. Yerdə qalan isə olurdu autosom. 80-dən çıxırıq 2-ni. 78 autosom. 2 cinsi xromosomu vardır və o da XY-dir, heterogametlik vardır. Əgər anafaza mərhələsində soruşursa, mən bunu yenə də qeyd edim ki, cəmi bir hüceyrə üçün yazıram. Anafaza mərhələsinin və mitoz bölünmə zamanı xromosom dəsti 4n, 4c olur. Yəni, hər birinin sayı 2 dəfə artır. Əgər 78 autosom xromosomu varsa, anafazada bu olur 156 və cinsi xromosomlarda eynən 2 dəfə artır. Yəni, XX, YY olacaq. Bizə X lazımdır. Demək, bir hüceyrədə anafazada əgər 2X cinsi xromosom varsa, 4 hüceyrədə 4 vur 2, yəni 8 ədəd X cinsi xromosom edəcək. Və anafazada əgər bir hüceyrədə autosom xromosomun cəmi 156-dırsa, 4 hüceyrədə 156-nı vururuq 4-ə, bu da eləyir 624. Bizdən B-A-nı soruşur. Yəni 624-dən 8-i çıxırıq. Düzgün cavab C bəndi 616 edir.